Oyunumuz yarımçıq qalmışdı. Deməli, şayələr doğruymuş. Topal şəxsən düşərgəmə gəlib. Daha doğrusu onun kölgəsi. Təklif eləyirəm ki, qədəhlərimizi uca Əmir Teymurun şərəfinə qaldıraq. Sən bugünə qədər öyrənə bilmədin ki, hökm eləmək, fəth eləmək, haqqını almaq üçün nə etməlisən? Biz sənə tabi olmayacağıq. Ədaləti bərpa eləmək istəyirsən? Ya yox! Tarağayın oğlu, Keşli Teymur Barlas. Hə. Heç vaxt hökmdar olmayacaqsan. Getdiyin hər yerdə səndən bir addım irəlidəydim. İstədiyimiz kimi insanları ətrafımda toplaya bilərəm. Onun dərsini verəcəyik. Niyə hələ də sağ olduğunu başa düşdüm. Əmir Teymur.